Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Zaur Əmiraslanov toy məclislərində aşağı qiymətə çıxış edən bəzi həmkarlarını tənqid edib. Xəbər verilir ki, efirdən kənar verilişinə qonaq olan sənətçi bildirib ki, bəzi tanınmış müğənnilər böyük musiqi kollektivi ilə birlikdə 2503 manata toy məclisinə qatılırlar. Onun sözlərinə görə, özü belə məbləğə çıxış etməyə məqsədə uyğun hesab etmir. Elə tanınmış müğənnilər var ki, 2503 manata böyük bir dəstə ilə toya gedir. Amma mən getmirəm o qiymətə, çünki səsimə heyfim gəlir. Amma elə şənliklərə gedənlərin itirəcək heç nəyi olmur. O hansı səsini, hansı sənətini qorumalıdır? Onun məqsədi odur ki, aya bu qədər pul qazanın, biznesim olsun bu qədər.